Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrefil enbiya vel mursalin. Ala nebine Muhammed ve ala alihi ve sahbihi ecma'in. Rabbimize şükürler olsun. Uca Allah'ın salamı, salavatı, Peygamberimiz sallallahu aleyhi ve sellem, onun ehli beyti, ashabların üzerine olsun. Allah Teala ilim meclisimizi xeyli bereketli eylesin. Allah Teala bizleri ilim meclisinden sonra günahlarını bağışladığı kulların sıralarına daxil eylesin. Çünkü ilim meclisi meleklerin meclisidir. İlim meclisi meclisin nübuvve deyirlər, Peygamber meclisi deyirlər. Yani Peygamberimiz sallallahu aleyhi ve sellemin en önem verdiği ilim meclisi ki orada Allah'ın kelamı okunur, Peygamberimiz sallallahu aleyhi ve sellemin hadisleri, ümumiyyətlə dini faydalar okunur. Ve Allah Teala'nın yer üzerinde Riyadul Cenne, cennet bahçaları adlandırdığı nedir? İlim meclisi. Yani ilim meclisini Allah Teala Peygamberimizin hadisdə Riyadul Cenne adlandırır. Deyir ki, orada deyir, faydalanmaya çalışın. Dediler ki, ya Resulallah, ama Riyadul Cenne. Yani bu dünyada olan cennet ne demek? Deyir ki, meclisi, ilim meclisi, zikir meclisi, dua. Yani dinimize ait bir şey öğrenirsen. İstedim bir meseleye toxunum. Bu çok önemli bir meseledir. Yani mümin her zaman Rabbini uca tutmalıdır. O zamanki insanlar Allah'a şerik koşurlar. O zamanki insanlar Allah hakkında yanlış düşünürler. O zamanki insanlar Allah'ın dinine dil uzatırlar. O zamanki insanlar yani Allah'a evlad nispet edirlər vesaire. Yani Allah Teala'ya nakis sıfatlar nispet edirlər. Bazen insanlar olur. Böyle bir durumda müminin durumu olmalıdır. Elbette ki mümin her zaman hayatı boyu birinci Allah'ı tanımak, Allah'ı bilmek, Allah'ın ucağını öğrenmek, Allah'ı tanımak için neyle tanımalıyıq? Allah'ın Əsma Hüsnə, adları, sifətləri, Allah'ın feilləri. Allah da Kur'an-ı Kerim'de bizləri düşünmeye çağırır. Yarattıklarıyla kainat ve bizlere Allah Teala buyurur ki semalara bakın, dağlara bakın, her bir şeye bakın. Çünkü mümin Rabbi ne kadar tanıyarsa o kadar Rabbinle görüşmek için hazırlanacak. Bu da elbette ki Subhanehu sözü. Subhane ne demeydi? Uca Allah Teala nöksanlardan uzaqdır, kamil sifətlər sahibidir. Allah buyurur İsra suresinde 7 göy, yer ve onun içinde olan her bir şey Allah'ı tesbih edir. Tesbih ne demeydi burada? Ayda qəsd olunan Allah'ın şanına təriflərdir. Yani Subhane kelimesi. Subhane kelimesi, Subhanallah kelimesi Uca Allah Teala nöksanlardan uzaqdır, paktır. Bütün kainatın zikridir. Ama insanlar buna az önem verirler veya bazen az değiller. Hansı ki Allah'ın yarattığı bütün canlılar, insan haricinde olan canlılar veya cansızlar ve immi şey, her bir şey, daşlar olsun, ağaçlar olsun, her bir şey Allah'ın şanına təriflər deyir. Çünkü onlar Allah yaradı ve bu təriflərdən başına durur Subhanallah kelimesi. Bakın. Onu hatta hiçbir şey yoktur ki onu tərifləyib ucatmasın. Ama siz onların təsbihini anlamırsınız. Həqiqətən o bağışlayandır. Rəhimli İsra suresi. Burada nədən söhbət gedir? Birinci Subhanallah kelimesinden. Yani ne kadar insan bu kelimeye önem vermeli hayatında. İster ruzu olsun, ister kalbi rahat olması olsun, her bir şeyde. Ve alimlerin en çok önem verdiği nedir? Zikirlerden birisi. Yani Allah yarattığı her şey kadar ucadır. Allah erşi, düşünün, erşin ağırlığındadır Subhanallah deyirəm. Yani Allah ucadır. Allah gece ve gündüzleri kadar daimi ucadır. Aylar, iller kadar ona həmd olsun. Yani Subhanallah olsun o demeydi. Elə bir Allah'tır ki onun büyüklüğünü təsəvvür etme mümkün değil. Ancak Allah Teala bizlere bildirdiği formada. Allah en büyüktür. Əzəmət ve şərəf sahibidir. Elə bir izzət sahibidir ki ona çatmaq mümkün değil. Müminler ancak Allah Teala'nı ahirette cennette görecekler. Bakın zamanı, geceni ve gündüzü, ili ve günü ölçen odur. Her şeyi qaydası ile idare eden odur. Kim Subhanallah, Elhamdülillah sözlerini bir günde 100 defa dese, günahları denizlerin köpükleri kadar olsa bile Allah onun bütün balaca günahlarını bağışlayar. Bir kelime. Neye göre? Çünkü Subhanallah kelimesi deyəndə sen Rabbini uca tutursan. Nakis sıfatlardan uca tutursan. Allah hakkında yanlış danışanlar var. Allah'a nakis sıfat nispet edenler var. Ama sen onlar içerisinde seçilirsen Rabbinin şanına təriflər deysən. Ona göre Allah'ın en çok sevdiği söz nedir? Subhanallah kelimesi. Subhanek ey Rabbim
Sən nöqsanlardan uzaqsan, paksan. Allah da Quran-Kərimdə 7 surədə bu ayə ilə başlayır. Təsbih deyiləndə, yəni Allahın şanına təriflər demək, birinci nə gəlir? Subhanə kəlməsi. 7 surəni onunla başlayır Allah Teala. İsra, Həşr, Saf, Cümə, Təğabun, Əl-Ə'lə, Hədid. Nəylə? Pak və uca Allah öz bəndəsini gecə vaxtı Məscid-i Haramın ətrafından bərəkətli etdiyimiz Məscid-i Əqsaya apardı və ayələrimizdən göstərmək üçün həqiqətən o eşidəndir, görəndir. Nə ilə başladı? Subhanə kəlməsi ilə. Hədis surəsində göylərdə və yerdə olan hər şey Allah'a təsbih edər. Yəni onun şanına təriflər deyirlər. Nə ilə başladı? Subhanə kəlməsi ilə. O qüdrətlidir və müdrikdir. Həşr surəsi göylərdə və yerdə olan hər şey Allah'a təsbih edər, yəni Subhanallah deyər. Allah nədir? Nöqsanlardan uzaqdır. Saf surəsi göylərdə və yerdə olan hər şey Allah'a təsbih edər, o qüdrətli və müdrikdir. Cümə surəsi göylərdə və yerdə olan hər şey Allah'a təsbih edər, hökümdar, pak, qüdrətli, müdrik olan odur, yəni hər şeyin sahibi. Təğabun surəsi göylərdə və yerdə olan hər şey Allah'a təsbih edər, yəni Subhanə kəlməsinə başlayır, mülk ona məxsusdur, həmd ona aiddir, o hər şeyə qadirdir. Səbbihismi rabbikəl ə'lə. Ə'lə surəsi Rəbbinin adını ən uca, adını uca tut və onu tərif eylə. Nədir? Subhanə kəlməsinə deyirlər. La ilahe illallah. Baxın, bu ayələrin hamısı Allahın bütün varlıqlar tərəfindən uca tutulduğunu, onun qüdrət və hikmət və mülk sahibi olduğunu bildirir. Subhanəhu Allaha məxsusdur. Uca və pak olan Allah, onun məqamı nə qədər ucadır. Uca Allah, onun hökmranlığı nə qədər əzəlidir və daimidir. Uca Allah, onun dəlilləri nə qədər açıq və aşkardır. Uca Allah, onun qüdrəti və hökmranlığı nə qədər böyüdür. Uca Allah, onun bağışlaması nə qədər genişdir. Subhanallah, baxın. Peyğəmbərimiz ona görə buyurur ki, sallallahu aleyhi ve sellem, mənə günəş doğan hər şeydən daha sevimli olan söz budur. Yəni günəşin üzərinə doğduğu o dünya, düşün dünya içərisində neymətlər, qızıllar, gümüşlər, bütün bunlar içərisində buyurur ki, Peyğəmbərimiz s.ə.v mənim üçün günəşin doğduğu gün içərisində ən xeyirli söz nədir? Subhanallah, velhamdülillah, və la ilahe illallah, vallahu əkbər. Subhanallah. Baxın, deyir ki, hər şey onu təsbih edir. Nə ilə? Subhanə kəlməsi ilə. Göylər və mələkləri, ulduzlar və onların sistemləri, yer və içindəkilər, dənizlər və dalğaları, hökümdarlar və qulları, yağışlar və onların vaxtları, ağaclar və meyvələri, yurdlar və kölgələri, hər bir şey Allah'a təsbih edirdi. Baxın, mümin isə daha çox Rəbbini uca tutmalıdır. Digər insanlardan seçilməlidir. Bütün kainat onu uca tutur deyir. Siz onların təsbihini eşitmirsinizdir. Ələm tərə ənəllaha yusəbbihu ləhu mən fis-səmavati vəl-ard və-t-tayra safatin kullun qad alimə salatu və təsbihə vallahu alimun bimə yef'alun. Mər görmürsən ki, göylərdə və yerdə olan hər bir varlıq və qanadlarını açaraq uçan quşlar Allah'ı təsbih edirdi. Onların hər biri Allah'ın necə təsbih etdiyini, necə dua etdiyini bilir. Allah onların nə etdiklərini çox yaxşı biləndir. Nur surəsi. La ilahe illallah. Hətta qanad açan deyir, quşlar belə deyir. Təsbih, yəni Subhanallah, Allah'ı uca tutmaq. Onu nöqsanlardan pak tutmaq deməkdir. Təsbih edərkən, yəni Allah'ın gözəl adla sifətlərini, yaratdıqlarını, gözəllikləri, dünyadakı nizam və mükəmməlliyi qəlbimizdə canlandırmalı. Bütün bu kainatı kimdir idarə edən? Uca Allah. Bu səbəbdən təsbih yalnız dildə deyil, qəlbdə olmalıdır, duyğu ilə olmalıdır. Yəni sən Subhanallah kəlməsini deyəndə anlamalısan ki, o sözün mənası nə deməkdir? Rəbbin hər şeydən nədir? Ucadır. Yəni Subhanallah sadəcə ağızdan çıxan bir söz deyil. Bu sözün arxasında böyük bir məna var. Çünki bu sözdə insan Allah'ın bütün nöqsanlardan uzaq olduğunu, hər cür əksilikdən pak olduğunu etiraf edir. Bu səbəbdən Subhanallah dedikdən sonra
çox vaxt bu sözlər gəlir. Subhanallah, yəni onun nemətini xatırlamaq, onun böyüklüyünü hiss eləmək qəlbində. Və bu nədir? Allahın təkliyinə işarədir. La ilahe illallah. Rəbbinin ən uca adını təsbih elə. O ki, hər şeyi yarattı və kamilləşdirdi. O ki, hər şeyə ölçü qoydu və yol göstərdi. O ki, yerdən deyir, bitkiləri çıxartdı. Sonra onu qaralmış quru ot halına saldı. La ilahe illallah. Əl-Ə'lə surəsi. Vəl-ləzi qaddara fəhədə. O Subhanallah ki, nöqsansı Allah ki, qaddara fəhədə. Təqdir etdi, yol göstərdi. Baxın, Allah nə qədər böyüdü. O hər şeyi yarattı. Onun formasını gözəl etdi, işini tamamlamaqda kamilləşdirdi. Hər bir məxluqa özünə uyğun bir surət, bir forma və məqsəd verdi. Onu müəyyən bir zaman üçün yarattı, o müddətdə faydalı və uyğun hala saldı. Hər bir məxluq. Ona görə Subhanallah. O Allah ki, heç bir şey onun hökmünü rədd edə bilməz. Onun hökmü ilə bütün yaradılış ona boyun əymişdir. Hər kəs bilir ki, tək olan ilah odur və ondan başqa ibadətlə haqq məbud yoxdur. Subhanallah, yəni onun böyüklüyü qarşısında ariflərin ağılları heyrət içində qalar. Allah əzəmət və ucalıq sahibidir. Subhanallah, baxın. Onun nuru ilə yol tapanların gözləri heyrətə gələr. Subhanallah, onun yaratdıqları, düşünənlərin baxışları valeh edər. Subhanallah, günah edənlərin büdrəmələrini qarşılayan yenə odur. Subhanallah, günahkarların bağışlanmasını qəbul edən yenə odur. La ilahe illallah. Ona görə Subhanallah, onun zikrinin nuru ibadət edənlərin üzünə nur saçar deyir. Onun səxavət əli heç vaxt bir əl açanın duasını qaytarmaz. Niyə? Çünki Subhanallah, Subhanək, o nöqsanlardan uzaqdır, pak sifət sahibidir. Allah necə, baxın, öz əhlini layiqincə ucaldıbsa, bərəkətli və ucadır. Onun dəyəri necə izah oluna bilər? O bütün məxluqat əhatə edib, ruzləndirdiyi bəndələr isə nə zaman o rəzzaq olan Allahın ruzusuna şükr edirlər ki? Subhanallah, o Allah ki, yaxşıların yaxşılığını qarşılıqsız qoymaz və əslində onların yaxşılığı da yenə onun lütfüdür. Subhanallah. La ilahe. Nəyə deyirsən Subhanallah? Yaxşılığı qarşılıqsız qoymur, o sənə yaxşılığı yenə də yönləndirən odur. Yenə Subhanallah. Allahdan başqa kimdir ki, səni müvəffəq edən? La ilahe illallah. Subhanallah, o Allah ki, bəndlərinin günahlarına şahid olar, amma onlara bağışlama ilə yanaşar və onları yenə mərhəmətlə qarşılayar. Subhanallah, əgər onun səbri və dözümü olmasaydı, günahkarları dərhal cəzalandırardı. Amma onların tövbəsini gözləyir. Subhanallah. Bax, buna görə deyir, hər zaman nədir? Subhanallah deməlisən. Subhanallah, göydə və yerdə nə varsa sayı qədər onu uca tuturam. Subhanallah, yerdə nə varsa onların sayınca onu tərif edirəm. Subhanallah, göy və yer arasında olanlar qədər onu tənzih edirəm. Subhanallah, bütün yaradılmışların sayı qədər onu nöqsanlardan uzaq tuturam. Yəni, Subhanallah deyirəm. Baxın, Subhanallah, bütün yaradılmışların onun nə qədər uca olduğunu dərk etdiyi qədər deyir, onu deyir, tərif edirəm. Baxın, Subhanallah bu deməkdir. La ilahe illallah. Ən çox hər bir zaman müminin önəm verməsi olan zikirlərdən birisi. Dilindən düşürmə gecə gündüz Subhanallah, Subhanallah, Subhanallahi və bihamdihi. La ilahe illallah. Baxın nədir? Subhanallah, sənin səxavətinlə başqalarına böyüklük göstərilir. Çünki sən fitrətən yaradan ruzunu bölən lütf və mərhəmət sahibisən. Sənin qəzəbinlə cəzalandırılır, sənin bağışlanmanla xilas olur. Sənin razılığınla bəndə qayıdır və qurtulur. Sənin qəzəbinə tuş gələnlərdən başqa heç kəs məhv olmaz. Subhanallah. Allah'ı təsbih edənlər, yəni Subhanallah kəlməsini anlayanlar, onun nə qədər latif, yəni hər şeyi incəliklə bilən, xəbir, hər şeydən xəbərdar olduğunu bilir və buna görə Rəbbini tərifləyirlər. Amma onun böyüklüyünü bir zərrə qədər belə tam anlaya bilməz insan. Subhanallah. O qədər ucadır Rəbbimiz. Sadəcə Allah Teala bizlərə bildirdiyi qədər onun sifətləri barəsində bilirik. La ilahe. Ona görə də mümin Subhanallah. Baxın, hər varlığı yarattı
və onu öz qüdrətini sübut etdi. Dənizlər, göylər, səmalar Allah nə üçün yaradıb? Öz qüdrətini sübut edir. Görün, bu dirəksiz deyir, yaradılan deyir, göylərə baxın deyir. Allah onu necə dirəksiz yaratdı, bir qüsur belə görməzsiniz. 7 sama, düşünün. Yer üzündəki hər şey səsləri ilə onun birliyini, təkliyini göstərir. Hər şey ona uyğun olaraq hərəkət edir. Ona qarşı gələnsə, onun hökmü altında addımlayır yenə də. Baxın, nədir? Göy gürültüsü ona həmd edərək təsbih edir. Mələklər isə onun qorxusundan titrəyə-titrəyə təsbih edirlər. La ilah. Hətta göy gürültüsü belə deyir, nə deyir? Allah təsbih edir, deyir. Yəni, Subhanə, ey Rəbbim, sən naqis sifətlərdən uzaqsan. Kamil sifətlər sahibisin. La ilah illallah. Subbuhun quddusun, Rabbul mələikəti və ruh. Subbuhun. Nə deməkdir subbuh? Nöqsanadan uzaq. Quddusun. Nədir? Müqəddəs. Rabbul mələikəti və ruh. Mələklərin və ruhun. Yəni Cəbrailin Rəbbi. Peyğəmbərimiz s.ə.v-in səcdədə ən çox dediyi zikirlərdən birisi. Rükuda ən çox dediyi zikirlərdən birisi. Çünki Allah Teala hər zaman nədir? Tərifə layiqdir. Subhanallah deyir. Qəlblər arasındakı fərqləri bilən odur. Qəlblərin içində elə şeylər var ki, onları yalnız Allahla bağ qırmaq üçün insan ondan xilas ola bilər. Onlar deyir, qul hər alında Allaha möhtacdır. La ilah. Əgər Allahın sifətlərindən bir nur qəlbə daxil olsa, o zaman insanın içində Allahın əzəmətini hiss etməyə başlayar. Bu hal heç bir sözlə təsvir edilə bilməz və insanın ağlına gələ bilməz. Gələ bilməyəcək deyir, bir duyğudur deyir. Subhanahu və Teala. Onun bənzəri yoxdur. Heç bir şey ona bənzəyə bilməz. Onun işlərini heç nə öz içinə ala bilməz. Heç kimsə Allahın işlərini yerinə yetirə bilməz. Zəifdir insan. Və heç nə onun hökmündən deyir, kənarda qala bilməz. La ilah. Baxın, Subhanak nə qədər müqəddəs, pakdır ki, ona yönələn dillər fərqli. Səslər müxtəlif olsa da, dualar ona doğru qalxar və hər biri öz dilində, öz tələbi ilə yalvarar, amma heç bir şey deyir, Allah aciz qoymaz, heç bir şey deyir, ona qarışdırmaz deyir. La ilah. Milyardlarca insan eyni anda dua etsin, müxtəlif dillər, müxtəlif tələblər, onların hamısını eşidir, onların tələbləri Allaha çətin deyil və heç bir səsi də bir-birindən deyir, qarışdırmaz deyir. Fərqli dillərdə, müxtəlif niyyətlərlə, müxtəlif millətlərdən fərqli dualar və arzularla ona yönələrlər. Allah onların dualarını eşidər, qəlblərindəki sıxıntıları bilər və gizlətdikləri göz yaşlarını deyir, tanıyar deyir. Allah onların ehtiyaclarını özləri diləmədən belə bilir və ehtiyaclarını yerinə yetirir. O elə bir Rəbdir ki, bu barədə Allah Rasulü sallallahu aleyhi və səlləm müqəddəs hədisində, yəni bir qüdsəsində buyurur. Allah bu, ey bəndələrim, əgər sizin əvvəlkiləriniz və sonrakılarınız, insanlarınız və cinləriniz bir yerə toplaşaraq məndən bir nəfərin istəyəcəyi kimi istəsəydilər və mən də hər birinin istəyini versəydim, bu mənim mülkümdən ancaq mülkümdən heç nəyi azaltmaz deyir. Necə ki deyir, dənizə, iynəni dənizə salıb çıxardanda dənizin ucunda çıxan damla qədərdir o deyir. Hamısının istəklərini versəydim deyir. Hamısının, bütün bəşərə, milyardlarca o deyir, mənim deyir, mülkümdə deyir, yəni sanki dənizə iynəni salıb onun üzərində nə inəyib? Çıxan damla su qədər deyil deyir. La ilah. Ona görə deyir, ey ağıl sahibi qardaşım, narahat olma və qorxma. Zamanın içində incisən də aldanma. Ey böyük günah sahibi, Allahın bağışlaması sənin günahlarından daha böyüdür. Çünki o Subhanallahdır. Allahın bağışlaması hər şeydən daha uca və əhatəlidir. Heç bir şey Allahın qəza və qədərini dəyişdirə bilməz. Allah nə hökm edərsə, hökm yerini tapacaq. Allahın istədiyini dəyişər və yönəldər. Yalnız Allah dəyişdirər. Heç bir məxluq bunu edə bilməz. Subhanallah. Baxın, deyir ki, Peyğəmbərimiz s.ə.v sizdən biriniz hər gün 1000 savab qazanmağa gücünüz çatmazmı? Bir nəfər soruşdu, ey Allah Rasulü, necə 1000 savab qazana bilər ki? Dedi ki, gündə 100 dəfə Subhanallah desə, ona 1000 savab yazlar və 1000 günahı silinər. Çünki nəyə görə? Rəbbini uca tutursa. Digərləri iftira atırlar. Allahın oğlu var. Allah
Niyə belə etmədi? Belə etdi. Şübhə. Sən deyirsən ki, Subhanallah. Bax, göylərdə yerdə olan hər bir şey Allahın şanına tərif edər, onu həmd ilə ucaldar. Lakin siz onların təsbihlərini anlamırsınız. Biz Davudla birlikdə dağları və quşları ram etdik. Onlar onunla birlikdə təsbih edirdilər. La ilahe. Davud əleyhissalam elə bir gözəl oxuyurdu ki, Zəburu, onun səsini eşidəndə quşlar deyir, havada qanadlarını açıb dayanardılar, dinləyərdilər. Allahdan icazə istədilər ki, biz də Davudla bərabər səni zikr edək. Allah icazə verdi. Sonra dağlar istədi. Dedi, ey Rəbbimiz, biz də onunla bərabər səni zikr etmək istəyirik. Onlara da icazə verdi. Quran-ı Kərimdə ayə. La ilahe illallah. Düşünün, deyir onun. Hamısı Davudla bərabər Allah'ı zikr edir. Nədir bütün kainatın zikri? Subhanallah kəlməsi. Allah'tan başqa bütün canlılar, heyvanlar, quşlar, ağaclar və ya cansızlar, onların bir zikri var, bir duası var. Nədir? Subhanallah kəlməsidir. La ilahe. Çox əzəmətli bir kəlmədir. Nuh əleyhissalam ölməmişdən əvvəl evladına nəsiyyət edir. Nə deyir? Deyir ki, sənə iki şey buyururam. La ilahe kəlməsini dilindən düşürmə. Çünki la ilahe kəlməsi tərəzin bir gözünə qoyulsa, qiyamət günü, digər gözünə bütün 7 səma, içində olanlar, mələklər, hər bir şey, milyarlarca ulduzlar, 7 yer, içində olanlar qoyulsa, la ilahe kəlməsi ağır gələrdir onlar. Yəni, əgər tovhid əhlidirsə, Allah şərik qoşmursa, o ağır gələr deyir. Və bir də sənə deyir, Subhanallah və bihamdi kəlməsini deməyi buyururam, tövsiyə edirəm. Nə deməkdir? Subhanallah və bihamdi. Yəni, o Allah ki, nöqsanlar uzaqdır, həmd olsun. Fə innəhə salatu kulli şey. Çünki o bütün kainatın deyir, ibadətidir, duasıdır deyir. Buna görə Allah onlara ruzu verir deyir. La ilahe illallah. Bütün kainata, bütün məxluqata, bütün heyvanlara. Nəyə görə ruzu verilir? Subhanallah və bihamdi kəlməsinə görədir. Ona görədir alimlər, Subhanallah və bihamdi ruzunu açarıdır deyir. Nuh əleyhissalam kimə tövsiyə elədi? Ölməmişdən əvvəl oğlunu və dedi ki, bütün kainatın açarı odur. Bütün kainatın zikri odur. Bütün kainatın duası odur. Sadəcə biz onlara buyuruq ki, siz onların zikrini anlamırsınız, görmürsünüz, eşitmirsiniz. İnsan görsə, onsa yaşayan ürəyi partlayar, Allah sevgisi. Amma Allah onu kimə göstərmişdi? İki peyğəmbərə. Bir, İbrahim əleyhissalama, mələkutə səməvati varlar. Yəni, ondan gözündən pərdəni qaldırır, bütün Allahın yaratdıqlarını görür. Səmanı görür, içərisində olan mələkləri görür, bir mələk qalxır, zikirlə, digərsi enir, bütün ağaclar, bütün kainat. Bir də Muhammed s.ə.və Meyracda göstərir. Çünki bu dünyada insan mümkün deyil ki, onu neynəsin? Dərk eləsin. Yəni, bax, bu ayələr göstərir ki, Allah təkcə insanlar yox, bütün canlılar, dağlar, quşlar, mələklər hamı təsbih edir. Və xüsusilə mələklərin nə idi? Zikri. Dayanmadan nə deyərlər? Subhanək. Sən paksan, nöqsanlardan uzaqsan. La ilahe illallah. Subhanallahi amma yasifun. Bax, nə deyir? Allah onların haqqında söylədikləri hər şeydən pak və ucadır. Allah şərik qoşanlar, Allah iftira atanlar. La ilahe illallah. Fəsubhanallah hinə tumsun və hinə tusbihun. Axşam düşdükdə və səhər açıldıqda Allah təsbih edin. Yəni, Subhanallah deyir. La ilahe. Yəni, onu uca tutun. Subhanəl-ləzi xaləqəl əzvəcə kulləhə. O Allah pak və ucadır ki, bütün növləri, torpağın, yəni bitkilərini, onların özlərini və bilmədik hər bir şeyi yarattı deyir. Cüt-cüt yarattı deyir. Fəsubhanəl-ləzi biyədiyi mələkuti kulli şey və ileyhi turcaun. O Allah pak və ucadır ki, hər şeyin hökmü onun əlindədir. Siz yalnız ona qayıdacaqsınız. Bütün ayələr nə ilə başlayır? Subhanə kəlməsi ilə. Quran-ı Kərimdə bu dediyimiz. Nəyə görə? O ən önəmli Allah'ı uca tutma zikrindən birisidir. Amma insanlar neynirlər? Az deyirlər. Baxın, nədir? Subhanəkə lə ilmənənə illə mə əlləmtənə. Hətta mələklər belə. Allah təala Adəmə öyrədəndə nədir mələklər? Subhanək. Sən pak ucasan. Biz yalnız sənin bizə öyrətdiyini bilirik. Əl-Bəqərə surəsi. La ilahə illəhu subhanahu amma yüşrikun. Ondan başqa ibadə haqq məbud yoxdur. O, onların qoşulduqları şəriklərdən
Pak və ucadır, yəni Subhanə. Subhanə nədir? Allahı paklamaq, uca tutmaq deməkdir. Fəsəbbih bihamdi rabbikə və kun minəs səcidin. Rəbbini həmd ilə tərif et. Nə ilə başladı? Fəsəbbih. Təsbih et. Subhanəklə və kun minəs səcidin. Səcdə edənlərdən ol. Fəsəbbih bismi rabbikəl ə'lə. Uca Rəbbinin adını təsbih et. Yəni Subhanallah kəlməsi. Səbbih ismi rabbikəl ə'lə. Ən uca Rəbbinin adını tərif et, təsbih et. Yenə nə ilə başladı? Subhanallah kəlməsinə başladı. Sonra nədir? Fəsəbbih bihamdi rabbikə və estəğfirhu innəhu kənə təvvabə. Rəbbini həmd ilə təsbih et, ondan bağışlanma dilə. Həqiqətən o çox tövbələr qəbul edəndir. Ayşə anamız bu ayə yenəndən sonra Nasr surəsi. Peyğəmbər ölənə qədər düşürmədi deyir. Subhanəkə Allahum bihamdik, əstəğfirkə təvvələ. Bu ayda nədir? Altı nədir? Rəbbinin şanına təriflər dinə. Nə ilə? Subhanə kəlməsi. Nə var? Əlhamdülillah kəlməsi. Və estəğfiru, bağışlanma dilə. Nə deyərdi Peyğəmbərimiz səcdəsində? Subhanəkə Allahumma və bihamdik. Subhanəkə Allahumma və bihamdik. Ey Allahım, sən nöqsana da uzaqsın, həmd olsun. Əstəğfiruka və tub ileyk. Bağışlanma diləm, tövbə edirəm. Ölünə qədər dilindən düşürməlidir. Çünki bu ayəni Peyğəmbərimiz s.ə.v belə anladı. Fəsəbbih bismi rabbikəl azim. Uca Rəbbinin adını təsbih et. Bax, uca nə ilə gəldi qarşılığı? Fəsəbbih. Ona görə dərhal bu əmrə əməl edərək bu ayəni rükû üçün bir dua etdi Peyğəmbərimiz s.ə.v. Çünki bu ifadə əzəmətli və möhtəşəm idi. Rüküdə Allahın böyüklüyü qarşısında əyilməyə çox yaraşırdı. Bu səbəblə Peyğəmbərimiz rüküdə bu zikri oxumağı əmr etdi. Subhan Rabbiyəl azim. Səcdədə Subhanə Rabbiyəl ə'lə. Uca Rəbbinin adını təsbih elə. Bu əmrə də itaət etdi. Ona görə də, yəni bu ən əzəmətli bir müminin həyatında önəm verməsi olan məsələlərdən birisidir. Subhanallah, Allah ki daim təsbih edilir. Heç vaxt ucalıqdan uzaqlaşmaz. Həmişə uca tutulur və onun təsbihi yalnız onun özünə aiddir. Subhanallah, o Allah ki hökm verir, hökmü ilə istədiyi kimi qərar çıxardar, istər zahir, istər gizli, heç kimsə ona qarşı gələ bilməz. Subhanallah, Allah ki ruzu verməyə davam edir, dünyadakılara da, göylərdəki mələklərə də hər bir şeyə. Subhanallah, Allah ki, yəni hər şeydə qüdrət sahibi odur, o qüdrətinə, izzətində bənzəri yoxdur. Bəndə günah etsə də onun bağışlanacağına ümid bəsləyər, Allah onun qayıdmasını göstərər. O Rəbdir ki, qəzəbli, şiddəti olsa da yenə mərhəməti nədir? Sonsuzdur. Onun hökmü zamanla köhnəlməz, əsla zəifləməz. Onun hökmü daimidir. Bəndə günah etsə də o yenə lütf və gözəlliklə onu neyniyər? Qarşılayar. Hər bir hökm sahibi kimdir? Bu. Baxın, təsbih nədir? Dağların, quşların, yəni Subhanallah kəlməsi, mələklərin, göy ilə yer arasında olan hər bir şeyin etdiyi zikirdir. Musa aleyhisselam da Allah'a dua etmişdi ki, qardaşı Harunu ona kömək etsin ki, nəyə görə? Sənə zikr edənlərdən, yəni sənə təsbih edənlərdən olar. Yəni Subhanallah kəlməsi gəlir birinci. Kim? Musa aleyhisselam. Ona görə təsbih insan rahatlıq və qəlbi genişliyi gətirər. Daimi dilindən düşürmə, Subhanallah. Qəlbin rahatlıq olmaq istəyirsənsə, dilindən nədir? Bunu düşürməyəcəksən. O zaman nədir? Qəlbində rahatlıq gələcək və sevinəcəksən həqiqətən də. Subhanallah. Yəni Subhanahu, yəni ucalıq kimə məxsusdur? Əlbəttə ki, Allaha. Baxın, onu deyir, Allah buyur, onun Allahın ayələrindən qüdrətini göstərən dəlillərin biri də odur ki, sizə özünüzdən, ey insanlar, həyat yoldaşları yaratdı ki, aranızda münasibət olsun, aranızda sevgi və mərhəmət var etdi. Həqiqətən bunda düşünən bir toplum üçün ibrətlər vardır. Göylərin və yerin yaradılması, dillərinizin və rəqlərinizin müxtəlifliyi onun ayələrindəndir. Həqiqətən bunda bilənlər üçün dəlillər vardır. Gecə və gündüz yatmağınız, onun lütfündən ruzi axtarmağınız da onun ayələrindəndir. Həqiqətən bunda yəni qulaq asanlar üçün ibrətlər vardır. Baxın. Sizə ildırım göstərməsi həm qorxu, həm də ümid məqsədi ilə göydən su yağış endirib, onunla torpağı öldüyündən sonra diriltməsi onun ayələrindəndir. Həqiqətən bunda düşünənlər üçün dəlillər vardır. Göylər və yer onun əmri ilə durur. Sonra siz yenidən
yerdən bir dəfə çağırılacağı zaman dərhal deyir, çıxacaqsınız deyir. Ona görə də mömin dilindən gələn neynəsin? Subhanə kəlməsini düşürməsin. Ən əzəmətli nədir? Zikirlərdən birisidir ki, ona görə də hətta Peyğəmbərimiz s.ə.v neynərdi? Dilindən düşürməzdi və Allah Teala Musa Peyğəmbər də yardım istəmiş ki, ey Rəbbim, Harunu mənə köməkçi et ki, sənin şanına təriflər deyə. Yəni nədir? Səni uca tutar. Birinci onun əvvəlində nə gəlir? Subhanə kəlməsi. Və ya Subhanəl bihamdi. Subhanəl azim. Dilindən düşürmə. Bu bütün kainatın nəyidir? Zikridir. Bütün kainatın nəyidir? İbadətidir. Subhanəl. Ruzi, xeyir qapısı, hər bir şeydə. Yetər ki, dilinə nədir? Bunu alışdırasan. Bu ən əzəmətli nədir? Əlbəttə ki, adlardan birisidir ki, mömin buna çox sarılmalıdır. Yəni, nə qədər? Gecə və gündüz. Gecə və gündüz dilindən gələn neynəsin insan bunu düşürməsin. O zaman görəcək ki, Allah da ona gözləmədiyi yerdən, ummadığı yerdən Allah neynəyər? Ona qapılar açar. Həmçinin qısa bir fayda da, baxın, dua. Əgər Allah'a yaxın olmaq istəyirsənsə, dilindən duanı düşürmə. Dünyanın aldatmalarını unut, bütün səbəblərdən qoparaq sadəcə onun qapısına görə. Bu hal dua anında qəlbin yumşalması, dilin Allah'a danışması, ümid və yaxınlıq hissi ilə dolması duanın qəbul olunmasına ən böyük təsirə malikdir. Nə aldı o? Yəni, ancaq qəlbi Rəbbinə bağlıysan. Bütün səbəblər yox, heç bir şey yox. Güvənmirsən səbəblərə. Səbəblərə yapışırıq, amma güvənmirik. Ancaq nəyə güvənirik? Uca Allaha. Əgər elilmiş olsa, həmin dua ləzzətə çevirilər. Qəlb rahatlıq tapar və sən içində fərəhindi yaxınlaşacağını hiss edərsən. Dua zamanı yaşanan elə bir hal var ki, onu dünya sözləri ilə ifadə etmək mümkün deyil. Bu duanın şirinliyi, qəlbin rahatlığı, dərin bir sevinç və arxainlıq hissidir. İnsanın içində ümid dolur, qəlbi Allahın vədinə inanır və onun hökmünə səbr etməyə güc tapır. Hətta nə qədər geciksə də, hətta nə qədər çətin olsa da, insan neyniyə tək qalmaz. Bu vəziyyət, bu duyğu o qədər gözəldir ki, bir ibadət çevrilir. Allahın vədinə inanaraq, insan o Allahdan istəyərək, onunla görüşə can ataraq, göz yaşları ilə çağırır. Ona görə nədir? Duanın ən gözəl qəbul olunma hallarından birisi budur. Bunu qəlbən yaşamaq lazımdır. Həmçin duanın qəbul olunması ən böyük əlamətlərindən birisi nədir? Sirlərindən birisi, sən Allaha dua edərkən zəif olduğunu etiraf edirsən. Göz yaşları axır, qəlbin göylərdən gələcək cavabı hiss edir. Bax, bu his varsa insanın qəlbində duaları qəbul olur. Bu çətindir. Bu haradan əmələ gəlir insanda? Allahın gücünə, qüdrətinə inan. Rəbbim hər şeyə qadirdir. Ona qarşı gözəl zəndəyəm. Dua etməzdən öncə qəlbin bu hisslər dolarsa və duanı səcdə halında gecənin son 1/3 edirsənsə və yorulmadan, ümidsizliyə düşmədən davam edirsənsə və Allahın ən sevdiyi vaxtlarda dua etməyi dəyərləndirirsənsə, Allahın izinə duanın cavabı tez gələcəkdir. Amma qəlbdə olmalı, bu dillə deyil. Acizlik, etiraf və qəlbən etiraf. Dua edən insan əgər qəlbində tam bir inan, səmiyyət və doğruluqla Allaha bağlanarsa, əgər başına gələn müsibət uzun çəksə də, cavab geciksə də, insan heç vaxt ziyana düşməz. Yenə də ümidlə dua edir. Duanın eyni tərk etmir. Çünki deyir, duada yaşanan ruhani bir saadət, xoşbəxtlik, rahatlıq və Allahla olan xüsusi bağ artıq özü bir cavabdır. Bu hal insana təsəlli, güc və nur bəxş edər. Bəzən insan duanısının qəbul olunmasını belə düşünməz. O qəlbdəki o şirinliyi, ləzzəti nədir? Hiss edəndən sonra. Çünki Allah da ən lütufkar olandır. O duanın qapısını sənin üzünə açar. Amma bəzən səni dua ilə cavab arasında bir müddət çalışdırar ki, sən həm duanın dadını dadasan, həm də cavab sevincini yaşayasan. Ona görə dua gecikir. Ona görə, yəni duanın özü bir ibadətdir. Yəni, insanı saadətə çatdıran bir
şirinlikdir. Duanın gecikməsində belə nədir? Hikmət var. Bəzən insan deyir ki, dua niyə gecikdi? Sonra duanı tərk edir. Hansı ki, Allah onun daha gözəl qəlbinə xeyir qapılarını açacaq idi. Biraz tələsməsəydi, səbr etsəydi. Ona görə də dua insanı çaşqınlıqdan, pərişan düşüncələrdən və gələcəyə dair qorxulardan azad edir. O gözləməkdən doğan narahatlıq, səbir çətinliyi, dərd, sıxıntı və qəmdən bir çıxış oldu. Baxın, əgər bir gecə yorğun halda deyil, yatağına uzanırsansa və birdən keçmiş həyatın gözlərinin önündən keçməyə başlayırsa, fikrin dolaşarsa, özünlə danışıb, içini boşalmaq istəsən, gələcək haqqında nigaratçılıq içində olarsa, elə anda Allah'a dua elə. Dərdini Allah'a danış. O zaman deyir, ruhunda bir rahatlıq olacaq deyir. Qəlbində sakitlik və ümid olacaq deyir. Ona görə nədir? Dua bax bu deməkdir. Duaya belə yanaşmasa, insan o duadakı o gözəlliyi heç zaman nədir? Hiss edə bilməyəcək. Ona görə duaya nədir? Belə yanaşmalı. Dua ən əzəmətli nədir? İbadətlərdən birisidir. Subhanallah. Allaha gözəl zəndə olmaq, duamın cavabını gələcəyə ümidi ilə nədir? Duaya davamlı olmaq. Və əsasən də ki, Subhanallah kəlməsini dilindən düşürməmək. Baxın, ən çox alimlərin tövsiyə etdiyi və etdiyi zikirlərdən birisidir. Çünki sən insanlardan fərqlənirsən, Rəbbini uca tutursan. Muhammed Sirin məşhur alimlərdən birisi gecə gündüz dilindən düşməlidir. Subhanallah bihamdi, subhanallah bihamdi. Hətta bəzən kənardan baxan deyərlər ki, yəqin dəli olub. Ya danışır, din oxuyur, cavab verir, qalan bütün ömrü subhanallah bihamdi, subhanallah bihamdi. Niyə o zikirlə yaşayıblar, qəlblərində sevinç tapıblar. Ancaq o zikir. Subhanallah bihamdi, subhanallah azim, subhanallah bihamdi, subhanallah azim. Çünki Rəbbini hər zaman uca tutmaq, nöqsan sifətlərdən Allah hər insana bəxş etməz bunu. Əgər bu zikir dilinə alışıbsa, dilindən nədir? Düşürmə. Hətta insan ölümündən əvvəl Allah onu neynəyə müjdəliyə. Nə ilə? Cənnətlə müjdəliyə. İnsanlar olub ki, dilindən düşürməyiblər. Subhanallah bihamdi, subhanallah bihamdi. Ölüm anında Allah elə müjdə verib ki, deyir, cənnəti görürəm, cənnət meyvəsini görürəm. Gör, mələklər onu necə qarşılayır. Niyə? Həyatı boyu Rəbbini uca tutub. Nədən? Nöqsan sifətlərdən, batil fikirlərdən. Biri Allaha evlad nisbət edir, sən ki, Allahım, sən təksən, sən paksən, müqəddəssən, kamil sifət sahibisən, nöqsanadan uzaqsan. Bəzi Allah nöqsan nisbət edir, sən isə tam onun əksini yaşayırsan. Ona görə ən çox edilən zikirlərini biz nədir? Subhanallah və ya Subhanallah bihamdi, Subhanallah azim. Dilindən düşürmə. Və bir də alimlər deyir ki, bu bütün məxluqatın zikridir. Mələklər dilindən düşürmürlər. Ağaclar, dağlar və düşün quşlar, heyvanlar. Amma nə deyir? وَلَكِنْ لَتَفْقَهُونَ تَسْبِحَهُمْ. Amma siz onların deyir, Allahın necə uca tutmalarını, yəni Subhanə kəlməsini siz deyir, anlamırsınız, duymursunuz, görmürsünüz, eşitmirsiniz deyir. Və ilahe illallah. Altına buyur Kur'an-ı Kerim'də وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَدِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ. Bilirik deyir. Ey Məhəmməd deyir. İnsanların dediyinə görə qəlbin daralır. Peyğəmbərimiz əziyyət verirlər, iftiralar atırlar. Alta cavabını verir. Fəsəbbih bihamdi rabbik. Rəbbinin şanlı təriflər de. Birinci nə gəlir? Subhanə kəlməsi. Və kum minə səcdən. Səcdədənlərdən bitdi. Bütün deyik ki, alimlər qəlb sıxıntısının aradan qalxması nədir? Bu zikir. La ilah. Və nə səcdə? İki şey yönləndir Allah. Fəsəbbih bihamdi rabbikə və estəğfir. Sonra nədir? Və kum minə səcdən. Səcdədənlərdən bitdi. Kimə deyir bunu? Peyğəmbərimizə. Peyğəmbərimizin sıxıntısı ilə bizim sıxıntımız eyni ola bilər? Heç vaxt. Bizim sıxıntımız nədir ki? Dünya. Resulullahın sıxıntısına baxın. Şəhidlər verir. Düşmənlər Mədinə üzərinə işığıyır. Ümmətin dərdi. Mədinə əhalisinin dərdi. Oradan bütün Xəndək döyüşü yaxınlaşır. Düşünün. Dəvət. Gecə gündü ümmətim deyə ağlayır.
Bizi görməyib, bizlər üçün ağlayıb. Baxın Peyğəmbərə. Bizi görməyib, bizim üçün ağlayıb. Ümmətim, ümmətim deyib. Orada həyat yoldaşına iftira atırlar münafiqlər. Ayşə anamızı iftira atırlar, zina iftirası. Düşün, Peyğəmbərimiz kimi insan əziyyət çəkir. Namusuna dil uzatırlar. Bilirsiniz nə deməkdir bu? Bizdən birimizin namusuna dil uzatsalar, özümüzü saxlaya bilmərik. Amma kimə münafiqlər iftira atırlar? Ümmətin Peyğəmbərini nə ilə suçlayırlar? Həyat yoldaşını zina ilə suçlayırlar. Bunun sıxıntısı nədir düşünün? Peyğəmbərimiz bir ay özünə gələ bilmir. Ayşə anamız hər gün ağlayır. En son çıxır Peyğəmbər minbərə. Ey insanlar, mən ailəmdə ancaq xeyir gördüm deyir. İnsanlar danışır münafiqlər. Peyğəmbərimiz də daralır. Minbərə çıxır, ey insanlar deyir. Mən ailəmdə elə bir şey görməmişəm. Yəni niyə mənim ailəmin haqqında danışırsın? O da daralır, o da insandır. Düşünün Peyğəmbərimizin həyat yoldaşı, ailə dərdi, ümmətin dərdi, dəvət dərdi. Buradan münafiqlər iftira atırlar. Şair, məcnun, dəli, dünya istəyir və s. Hər şey var. En son gördülər bu alınmadı, həyat yoldaşına dil uzatdılar. La ilahe illallah. Altı nə deyir? وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ. Bilirik. Onların dediklərinə görə qəlbin daralır. Peyğəmbər də insandır. Və nə deyir? فَسَبِّحْ La ilahe illallah. بِحَمْدِ رَبِّكَ. Yəni Rəbbinin şanına təriflədi, onu həmd eylə. Nədir? Subhanahu bihamdi. Sonra وَكُمْ مِنَ السَّاجِدِينَ. Yəni səcdəyə get. Yəni səcdəyə get, dərdini Allaha danış. Ona görə nə deyir? Psixoloji sıxıntı, gələcək endişəsi, ailəm necə olacaq, evlatlarım necə olacaq, ruzum necə olacaq və ya xəstəlik, bəlalar, müsibətlər necə olacaq. Bəzən insan daralır. İki şey. Təsəbbih bihamdi rabbik və kum minəs-səcid. Qutardı. Rəbbinin şanını təriflərdir, zikirlərə salır, səcdə edənlərdə olur. Yəni, səcdəyə get, bütün şikayətini Allaha ərz eylə. Bitdi. Görün, nə əzəmətli bir nədir? Zikirdir. Amma nədir? Əfsər olsun ki, insanlar bu əzəmətli zikirlə nədir? Sarılmırlar. Və yaxud da ki, az edirlər. Yəni, buna bənzər Peyğəmbərimiz başqa zikirlər də var. Yəni, Subhanahu bihamdihi, baxın nə deyir? Hər şey, fəinnə salətə kulli şey. Yəni, bütün kainatın deyir, ibadətidir deyir. Elə bir şey yoxdur ki, Allah'a həmd edib təsbih etməsin. İbn Kəsir nə buyurur? Elə bir yaradılmış varlıq yoxdur ki, Allah'a həmd edib təsbih etməsin. Lakin siz onların təsbihini anlamırsınız. Çünki onların dili sizin dillərinizdən fərqlidir. Bu heyvanlara, cansız varlılara və bütün bitkilərə şamil olan ümumi bir qaydadır deyir. Bakın ne Sa'd Rahimullah? İster danışan, ister danışmayan heyvanlar, ağaclar, bitkiler, cansız varlıklar, diri veya ölü her bir şey Allah hamd ve tesbih edir. Yani Subhanallah bihamdi. İster dille, ister de hal diliyle. İsterse onların dilini başa düşmürsünüz. Siz onlar ancak Allah her şeyi nedir bilir. Ona göre de ne diyor bu alimler? Bununla məxluqatı ruzləndirir ifadəsi. Yəni, Subhanallah kəlməsi ruzunun açarlarından biridir. Allah'ı təsbih edənlər onun rəhmətini və bərəkətini əldə edirlər. Allah'ın yaratdıqları onu təsbih etdikcə Allah da onlara ruzu verir. Biz niyə etməyək? La ilahe illallah. Biz niyə etməyək biz bu əzəmətli bir zikri? Hansı ki, bununla Allah Teala bütün məxluqata nə edir? Ruhsunu verir. Bütün məxluqat. Subhanallah. Ona görə də ən əzəmətli zikirlərin içərisində hansı gəlir? Cüveyri hədisinə gələn zikir. Cüveyri, Peyğəmbərimizin həyat yoldaşı. Bir gün Peyğəmbərimiz salsın sübh namazını qılmağa gedir. Deyir ki, Cüveyriyə mənim evindən çıxdı. Günəş çıxıb ətrafı qızdırandan sonra evə qayıtdı. Və görür ki, Cüveyri eyni oturub yerdə. Deyir ki, nə inirsən bu vəziyyətdə? Deyir ki, Allah'ı zikr edirəm. Bu qədər və oturub. Dedim, mən səndən sonra 3 dəfə 3 kəlmə dedim deyir. Bu sözlər deyir, sənin dediklərin və gün hamısına üstündür. Subhanallah və bihamdihi adədə xalqihi və rida nəfsihi və zinətə ərşihi və midədə kəlmətihi.
Subhanallah və bihamdi. Yenə nə ilə başladı? Subhanallah. Və bihamdi. Nə qədər? Adədə xalqi. Yaratdıqların sayı qədər olsun ey Rəbbim. Allahın yaratılan sayını nə qədərdir? Milyardlarca. Və rida nəfsi. Sənin razı qalana qədər. Və zinət əşi. Əşin ağırlığında. Zikrin əzəmətinə baxın. Allahın ərşinin ağırlığını kim bilir nə qədər? Heç kimsə. Onu daşıyan mələklərin əzəməti haqqında Peyğəmbərimiz danışıb. Və midədə kəlməti kəlmələrin sayı qədər deyir. Baxın nə deyir Peyğəmbərimiz s.ə.v? Yəni bunu deyir, başqalarına da neyini? Öyrədir. Nə ilə başladı? Subhanallah kəlməsi. Baxın deyir ki, Əbu Umamə radiyallahu anhu bir gün dodaqlarımı tərpədərkən Rasulullah məni gördü. Dedi, ey Əbu Umamə, nə deyirsən? Dedim, Allah'ı zikr edirəm. Dedi, sənin gecə və gündüz Allah'ı zikr etməyindən də daha savablı olana buyurur mu yəni? Gün ərzində bunu etsən, bütün məxluqatın etdiyi zikirdən daha üstündür. Dedim, bəli, ey Allah Rasul, öyrət. Nədir o? Dedi, Subhanallah addə mə xalaq. Subhanallah mil'ə mə xalaq. Subhanallah addə mə fis-səmavati və mə fil-ard. Subhanallah mil'ə mə fis-səmavati və mə fil-ard. Subhanallah addə mə ahsa kitabu. Subhanallah mil'ə mə ahsa kitabu. Subhanallah addə kulli şey. Subhanallah mil'ə kulli şey. Nə deməkdir? Allahın yaratdıqlarının sayı qədər Subhanallah deyirəm. Allahın yaratdıqlarının içərisini dolduracaq qədər Subhanallah deyirəm. Göylərdə və yerdə olanların sayı qədər Subhanallah deyirəm. Göydə və yerdə olanların arasını dolduracaq qədər Subhanallah deyirəm. Allahın kitabında saydıqların sayı qədər Subhanallah deyirəm. Allahın kitabı saydıqlarını dolduracaq qədər Subhanallah deyirəm. Allah hər şeyin sayı qədər Subhanallah deyirəm. Allah hər şeyi dolduracaq qədər Subhanallah deyirəm. Dedi Peyğəmbərimiz s.ə.v. Həmçinə deyir, əlhəmdülilləhlə bunu deyir. Və dedi ki, bunu eşidən hər bir insan deyir, gərək bunu əzbərləsin və başqalarını öyrətsin. Bundan üstün zikir yoxdur deyir. Əzbərləmək lazım bu zikir. Əlhəmdülilləhlə başlayır, bir də nə ilə başlayır? Subhanallah başlayır. Yəni düşün, deyirsən ki, Allahım, sənin yaratdıqlarının sayı qədər Subhanallah deyirəm, səni uca tuturam. La iləhə. Allah ona mükafat verməz, verər. Ən əzəmətli nədir? Zikirlərdən birisi. Bu da nə ilə başlayır? Subhanallah kəlməsi ilə başlayır. Bir də Elhamdülillah kəlməsi ilə başlayır. Ona görə də mömin gərək bu zikirlərə alışsın, özünü alıştırsın, dilindən düşürməsin. Allahın ucalığını təsdiq edən, naqis sifətlərdən uzaq tutan, tənzih edən. Baxın, mənə bir dinləyicim var idi. Deyək ki, evladım olmurdu, deyir. Subhanallah, bihamdi kəlməsini dilimdən düşünmədim. 4 ay dayanmadım, deyir. Allah mənə övlad qismət elədi. Hansı ki, demişlər ki, övladın olmayacaq. Yəni, hamilə qalması çox çətindir. Özü yazdı mənə. Deyir, 4 ay dilimdən düşürmədim, deyir. Subhanallah və bihamdi. Subhanallah və bihamdi. Subhanallah və bihamdi. Əzəmətli zikirlərdən birisidir. Həmçin ruzi qapısıdır. Kimin ruzusunda darlıq varsa, sıxıntı varsa, gün ərzində dilindən düşürməsin. Subhanallah və ya Subhanallah bihamdi və ya Subhanallah azim və yaxud da ki, Əbu Umamən hədisi. Hər bir möminə Peyğəmbərimiz nədir? Sallallahu aleyhi və səlləm. Əzbərləsin və özündən sonrakıları öyrətsin. Elhamdülillah adəmə xalaq. Elhamdülillah minə mə xalaq. O birisi nədir? Subhanallahi addə mə xalaq. Subhanallahi minə mə xalaq. Allah təala bizləri müvəffəq eyləsin. Həqiqətən, yəni bu ən əzəmətli zikirlərdən birisidir. Allah dərgahına insan bu zikirlə gedərsə gör o nə gözləyir. Niyə? Həyatı boyu Allah təalanı tənzih edir. Nə demək tənzih? Yəni nəqais, naqis sifətlərdən uzaq tutur Rəbbini. Həm ruzunu açar, həm də ki, Allah dərgahına belə bir zikirlə gedirsən. Düşünün nə deməkdir. Daim dilindən düşürmürsən. Bəlkə də bu zikri sevsən, Allah təala bu zikirlərlə sən öz dərgahına götürə bilər. Subhanallah kəlməsi. Allah təala sonumuzu gözəl eyləsin. Allah təala bizlərə belə gözəl ibadətlər, zikirlərdə bizi Rəbbimiz müvəffəq eyləsin. Allah təala dünyasını dəyişən valideynlərimizin məkanı cənnət eyləsin. Allah Teala övladlarımız salih kullarını eyləsin, övladı olmayanlara salih övladlar bəxş eyləsin.
Allah da kimin nə istəyarsı varsa, istəyin arzusuna çatdırsın. Allah da elm məclisinin sonunda günahlarımızı bağışlasın. Allah'ın bu vədidir, günahları bağışlamaq. Elm məclisinin sonunda Allah da kullarının günahlarını bağışlayar. Çünki nəyə görə orada Allah'ın adı çəkilir, lağlağı məclisi deyil. Lağlağı məclisi şeytanların məclisidir. Amma elm məclisi mələklərin məclisidir. O qədər şərəflidir ki, mələklər yer üzərində Allah'ın səyahətçi mələkləri var. Onların işi nədir, vəzifəsi? Bula mükəlləf olur. Elm məclisini axtarırlar. Harada birisi tapsa, digərlərini çağırır ki, ehtiyacınız oradadır. Və ta 7-ci səmaya qədər qanadları ilə dövrəyə alırlar. Biz onları görmür, onlar bizi görür. İnsan görsə dayanamaz, ürəyi partlayıb ölər. Mələkləri bu dünyada görə bilmir, cənnətə görəcək. Cənnətə gələn nə deyəcək? Hər dəfə möminin nə deyəcək? Selamun aleykum bimə sabartum. Səbr etdiyinizə görə sizi müjdəliyirəm. La ilahe illallah. Çünki Allah olan nədir? Nurdan yaradıb. Düşünün, 7-ci səmaya qədər dövrəyə alırlar. Deyirlər ki, Allahım orada iştirak edənlərin günahlarını bağışla. La ilahe illallah. Günahlarını bağışla. Dua edirlər. Allah bağışlayır, bağışlayır. Hətta onlarla Allah Taala'nın diskusiyası var mələklərin. Qullarım nə istəyirlər? Deyir, cənnəti istəyirlər. Cənnəti görüblər, deyir, yox. Görsələr nə inəyərlər? Deyir, daha çox çalışarlar. Nədən sığınırlar? Cəhənnəmdən. Deyir, cəhənnəmi görüblər, deyir, yox. Görsələr nə inəyərlər? Daha çox qaçarlar. Subhanallah. Deyir, sonra nədən danışırlar? Deyir, Allah sənin haqqında danışırlar. Deyir, məni görüblər, yox. Görsə nə inəyər? Daha çox şövqlə çalışarlar. Deyir, şahid olun, onları bağışladım, deyir. Subhanallah. Şahid olun. Kimi şahid tutur Allah Teala? Mələkləri. Bir dinləyici soruşur ki, bu canlıya qatılanlara aiddir, bəli, onlara da aid. Alimlər deyir ki, canlıya, misal üçün deyir ki, dərsdə qatılır, canlıya qatılır, telefon vasitəsilə, o elm məclisində iştirak etmiş savabı qazanır onlar. Çünki hər kəs bir yerə toplana bilməz. Bu da Allahın lütfüdür. Ona da aiddir. Elhamdülillah. O da savabı qazanır bu gecədə. Və alta kimləri şahid tutub? Mələkləri. Şahid olun deyə onları bağışladım deyir. Bundan böyük bu dünyada şərəf ola bilər? Yox. Və həmçinin nə deyirlər? Peyğəmbər məclisi deyirlər. Peyğəmbər lağlağı məclisi var idi, xeyr. Ancaq nə idi? Elm. Peyğəmbərimiz gün ərzində nə qədər məclislər olardı? Oturardı, ancaq nədən danışardı? Dindən danışardı. La ilahe illallah. Allah da günahlarımızı bağışlasın. Allah da bizləri öz dərgahına pak halda qovuşduran qullarını eyləsin. Allah da əskərlərimizi qorusun. Ordumuzu qorusun. Allah da şəhidlərimizə qəni-qəni rəhmət eyləsin. Allah da bu əmin-amanlıq yurdu olan vətənimizi qorusun. Düşmənlərimizi, havadarlarını məhv eyləsin. Kim ölkəmizə qarşı hilə, fitnə qurursa, Allah onları öz fitnələrini, hiləni həlak eyləsin. Allah da öz əzəmətli gücünü, qüdrətini düşmənlərimizi, havadarları üzərində bizə göstərsin. Allah da ölkə rəhbərimizi qorusun, işlərini müvəffəq eyləsin, uzun ömürlər bəxş eyləsin. Allah da bizlərə gözəl sonluq nəsib eyləsin. Gözəl sonluqla bu dünyadan köçməyi nəsib eyləsin. Allah da bizlərə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin o mübarək əllərindən Kövsər hovuzun suyunu içməyi nəsib eyləsin. O Peyğəmbərimiz ki, bizləri görməyib, amma bizlər üçün dua edib. Hər bir anda ümmətim deyə ağlayıb Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Gör indi qardaşlarımız üçün darıxdım deyir. Kaş onları görsəydim. La ilahe illallah. Kim deyir bunu? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Görməyib, bizlər üçün ağlayıb. Görməyib, bizlər üçün dua edib. Gör necə insan olub. Necə qəlbli insan olub. Allah da bizləri Peyğəmbərimizlə bərabər Firdevs cənnətində olmağı nəsib eyləsin. Amin.